Bugün Ətirşah Butikin qonağı televiziya aparıcısı və ictimai xadim Hacı Nuran Hüseynov olub. O, Ətirşahın zərif dünyası ilə yaxından tanış olaraq brendin xüsusi ətir kolleksiyalarını kəşf edib. Ziyarət zamanı Hacı Nuran bəy Şah, Vətən və Orbis adlı kolleksiyalarla tanış olub. Bu kolleksiyalar Ətirşah brendinin ərsəyə gətirdiyi milli qürurun, zövqün və müasir tərzin ən saf ifadəsidir. Görüş zamanı Hacı Nuran həmçinin Ətirşahın xarici qonaqlar üçün hazırladığı Özünlə Azərbaycandan bir parça apar adlı stendlə də maraqlanıb. Bu stenddə təqdim olunan hədiyyələr milli ruhumuzu, qonaqpərvərliyimizi dünyaya tanıdır. Ümumilikdə 3 kolleksiya və 20 ətir arasında Hacı Nuran bəyin zövqünə ən çox Şah kolleksiyasına daxil olan Azuros ətri yaxın olub. Qeyd edək ki, bu ətir Leyla xanım Əliyevanın rəsmlərindən birindən ilhamlanaraq hazırlanıb və həmin əsər ətrin flakonunun dizaynında öz əksini tapıb. Ətirşah təkcə ətir deyil, hisslərin, dəyərlərin və vətən sevgisinin təcəssümüdür. Bugünkü görüş həmin hekayənin unudulmaz anlarından biri oldu.